Müftəhiddin Akmullah nəsihətlər. İn əvvəl gərək nimə? İman digən. Əxirət işlərindən inan digən. Xuday kisir digəndən iş bitmeydir. İman şartın öyrənməyə ilan digən. İkincisi qiymet nəmə? Көңіл digən. Көңілі бұдық, әдәмнән көңіл digən. Бұдықıyı üstündən asты артық. Bulmaha көңіл tadı, көңіл digən. Üçüncüsü qiymet nəmə? Ақыл digən. Ақылсыздың тауфик яғы тақыр digən. At ішкә суанып, динен бұдып, иманын küfürlükкә хатыр digən. Dördüncüsü qiymet nəmə? Şükür digən. Niğmətkə şükürsüzlük küfür digən. Yatqan yerdən Xuday kisir digən xurluq. Səbəb edib tuzuyunu yürür digən. Beşincisi qiymet nəmə? Ədəb digən. Ədəb digən. Mühabbətkə səbəb digən. Küfür ədəblilə durmağınday. Ədəbhədə imandır ғajab digən. Altıncısı qiymet nəmə? Sabır digən. Sabır kişi muradın tabır digən. Her işte sabırhazın tübü hurluk. Sabırhazlık boşqa bile halır digən. Yedincisi qiymet nəmə? İxlas digən. İxlassızın işi kabul bulmaz digən. Akıllılar o şükürdü bilhə gerek. İman, akıl, edep, İxlas yoldaş digən. Biz bir halık bulduk ölmegəndəy. Gürstanğa yalqız baş barmağanday. Doğruluk bu zamanda korub kalgan. Dura etüsse ortakta durup kaldı. Koymullalar halыкка yolgandaydı. Hayırdan kalan tüpürkandan. Küsü var, mürdalarga yarankanıp, şerhette көңіл üsü burup kalgan. Beylengen tamak bilen dilimiz var. Yılkısılar muynubuzga korap kalgan. İşimiz özümüzge delil buldu. Nise yerge şeytan tuzak kurup kalgan. Şeyhadar kaftalını püsüp gitken. Orunna kuzgun baymış unup kalgan.